Qarabağ Futbol Klubunu mövsüm qurtaran kimi 8 futbolçu tərk edə bilər. Onlardan artıq biri komandanı tərk edib, bu Chris Kouaku'dur, Norveçə gedib. Amma daha 7'si də necə deyərlər, çox güman ki komandanı tərk edib başqa klublara keçəcəklər. Bunlar Buntic, Andrade, Yankovic, Addayi, Kaşuk, Şeydayev və Mumayedir. Onların bəziləri artıq indidən danışıqlar aparırlar və təqribi bilinir ki, hansı istiqamətdə gedəcəklər. Bəzi futbolçular getməyi düzün deyək ki, Qarabağ üçün müəyyən qədər mənfi haldır. Çünki onlar komandaya lazımdılar. Çempionlar Liqasında yaxşı çıxış ediblər. Amma görünür onlara çox yaxşı məbləğ təklif olunur və Qarabağ onları saxlaya bilməyəcək. Düzdür, klubdan hələ ki informasiya verilməyib. Kim qalacaq, kim gedəcək. Amma aydındır ki 26 futbolçudan təqribi 1/3 komandanı tərk edə bilər. Onların yerinə əlbəttə təzə futbolçular alınmalıdır. Heç olmasa yeni mövsüm üçün 5-6 yeni transfer gözlənilir və onların arasında ümid edək ki Azərbaycanlı futbolçular da olacaq. Çünki hələ ki start heyətdə komandanı yeganə Elvin Cəfərquliyev təmsil edir və qalanlar legionerdirlər. Necə deyərlər, az qalıb çempionatın qurtarmasına. Görək yeni mövsümdə biz necə Qarabağ görəcəyik? Daha güclü yoxsa biraz transferləri zəif? İnşallah vaxtımız var hələ.